Sözlənən, sözdən səs gəlir. Müsəlman qadınını olduğu qapalı həyatdan çıxarmaqdan ötürü yeganə bir yol var. Məktəb. Bu məktəbi isə elə yaratmaq və qurmaq lazımdır ki, müsəlmanlar ona rəğbətlə yanaşsın və tam əminliklə öz qızlarını ora oxumağa göndərsinlər. Hacı Zeynalabdin Tağıyevin Məhəmməd Ağa Şaxtaxtlıya 4 may 1896-cı il tarixli məktubundan. Bu sözlər Dilqə Məhəmmədin Fərqlilər kitabındandır. Sözlənən layihəsində yenidən bu kitaba müraciət edirəm. Bu dəfə kitabda Azərbaycanın ilk qadın müəllimlərindən bəhs edən hissəni sənə danışıram. 19-cu yüzilliyin sonlarında Bakı neftinin sayəsində palçıqçı Zeynalabdindən milyonçu Hacı Zeynalabdin Tağıyevə çevrilən bir şəxs İslamın hakim olduğu bir dönəmdə qeyri-adi bir qərara gəlir. Müsəlman qızları üçün xüsusi məktəb açmaq. Müsəlman toplumuna məqsədi izah etsə də, bunun rəsmi tərəfi də asan deyildi. İlk dəfə İmperator 3-cü Aleksandra müraciət edir. Yox cavab alır. Onun ölümündən sonra hakimiyyətə 2-ci Nikolay gəlir. Yeni imperatorun səxavətindən yararlanmaq üçün yenidən müraciət edir. Nə də olsa imperator taxta təzə çıxıb. Əyalətlərdən gələn təklifləri müsbət qarşılayacaqdı. Milyonçu olan Zeynalabdin həm də imperator ailəsinin qəlbinə gedən yolu da tapmışdı. Nə qədər zəngin, kübar olursan ol, hər bir çariçə ona verilən hədiyyələr qarşısında mütləq əriyəcəkdi. Hacı da belə edir. O bir senatorun vasitəçiliyi ilə Nikolayın arvadı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdırır. Eyni zamanda Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir. Rica edir ki, Rus müsəlman qız məktəbinə elə çariçanın adı verilsin. Hacı məktəbin xərcini ödəmək üçün banka 150 min manat vəsait də qoyur. Bu da 5%-dən ildə 7500 manat gəlir gətirəcəkdi və bununla da məktəbin xərci artıqlaması ilə ödəniləcəkdi. Nəhayət 2 ildən sonra 1896-cı ildə qız məktəbinin açılışına icazə verilir. Hacı qollarını çırmayaraq gərgin işə başlayır. Məktəb binasının layihəsini memar Qoslavskiyə tapşırır. 1898-ci ildən tikilməyə başlanan bina 1900-cü ildə hazır olur. Bu bina Hacıya 184 min manata başa gəlir. Bu məktəb indiki İstiqlal küçəsində yerləşən Əlyazmalar İnstitutunun binası idi. Tağıyev rəsmi icazəni almışdı. Bir də qeyri-rəsmi icazə vardı. Hakim mollalar və Bakı qoçularının icazəsi. Manav Süleymanov məşhur eşitdiklərim, oxuduqlarım, gördüklərim kitabında yazır ki, Tağıyev müsəlman qara güruhçuları işə mane olmasın deyə onların bəhanələrini kəsmək, ağızlarını yummaq üçün 2 nəfərə məktub, pul və qiymətli hədiyyələr verib. Müqəddəs hesab edilən yerlərə Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, Qahirəyə, İstanbula, Tehrana və sair yerlərə göndərir. Onlara oradakı mötəbər, rəsmi din xadimlərindən, müctəhidlərdən imza və möhürlə təsdiq edilmiş elə rəsmi sənədlər almağı tapşırır ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilsin. Və burada dinə xilaf heç bir əməl yoxdur. Lakin hacının bu islahatçı addımı şəhərdə ildırım surəti ilə yayılır. Məclislərdə, bazarlarda, dükanlarda, toyda, yasda bundan söhbət gedir. Məhəllələrin başçıları, şəhərin ağsaqqalları, ruhanilər, mollalar, Qurandan ayələr, peyğəmbər, xəlifə və imamlardan hədislər və sübutlar gətirərək bu işi küfür adlandırıb hacını ittiham edir. Müqəddəs torpaqlardan gələn möhürlü sənədlər də kifayət qədər rol oynaya bilmir. Nəhayət hacı cəmaata həssas bir məqamı xatırladır. Cəmaat, qızlarımızın zəmanə dərsi oxuması vacibdir. Gözləri açılar, külfətli rəftarları xoş olar. İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirir. Çünki qızlarımızdan məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar öz-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəbdə qızlara ehkam-ı şəriyyə, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman və rus dilində oxuyub yazmaq, elmi hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burada pis şey var. Molla Əli Hacı Xəliloğlu, qulaq as. Mən qızları ismətsiz etmək istəmirəm. Naməhrəmlə üzü açıq olmağa çağırmıram.
Sırağa gecə 20 yaşlı ortancıl qızın sancılanmışdı. Az qalmışdı ölsün. Lopabıq Ambarsum həkimi gətizdirdim, qızı yoxladı. Dava dərman elədi, qızı ölümdən qurtardı. İndi də görüm, Lopabıq Ambarsumun əvəzinə müsəlman arvad həkim olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. Beləliklə 1901-ci il sentyabrın 7-sində məktəb fəaliyyətə başlayır. Məktəbin açılışında iştirak edən Topçubaşov deyir: "Gələcək tarixçi bu hadisəni müsəlman qadının bütün başqa xalqlarda olduğu kimi ailə ocağını yandıran bu gözəl varlığın yüksəliş dövrünün başlanğıcı kimi qeydə alacaqdı." Jurnalist Əhməd Ağaoğlu yazır: "İndən belə müsəlman qadınları ailəyə maarifin canlandırıcı şüasını səpmə imkanı qazanacaqlar. Onlar gələcək nəsillərə inkişaf, yaxınlarına, xeyirxah insanlara sevgi təlqin edəcək ki, bunsuz hər hansı cəmiyyət ölümə məhkumdur." Beləliklə məktəbə 58 qız qəbul edilir. Onlardan 35-i təhsil haqqından azad edilən kasıb ailələrin qızları idi. Onların geyim və qida xərcini Tağıyev ödəyir. Məktəb qapalı olur. Həftədə bir dəfə cümə günü səhər saat 10-dan 17-yə qədər qızlara evlərinə getməyə icazə verilir. Əvvəlcə Dağıstan qızlarının geyimi rəsmi libas kimi qəbul edilir. 1909-cu ildən isə bu rus qız məktəblərinin rəsmi paltarı ilə əvəz edilir. 4 illik məktəb 2 ildən sonra 5, daha sonra 6 illik olur. Nəhayət seminariyaya çevrilir. 1913-cü ildən seminariyada müəllim hazırlayan 2 illik kurs da açılır. Məktəbi ilk dəfə qurtaran qızlara Azərbaycan dilinə tərcümə edilmiş Quran, Tolstoyun, Puşkinin, Gogolun, Lermontovun əsərlərindən nüsxələr, təzə libas və başqa hədiyyələr verilir. Tağıyevin qız məktəbindən danışılarkən önəmli bir məqam unudulur. Doğrudur, Tağıyevin pulu, əlaqələri, çəkisi olmasaydı bu məktəb açılmayacaqdı. Amma digər tərəfdən bu məktəbin fəaliyyətində önəmli rol oynayan insanlar vardı. Məktəb açılandan sonra Himayədarlar Şurası təşkil olunur. Bu şuraya Tağıyev və onun həyat yoldaşı Sona xanım Tağıyeva başçılıq edir. Nizamnaməyə əsasən bu vəzifə irsən keçməli idi. Himayədarlar Şurasına həmçinin Bakı şəhər qılavası Bıç, Bakı quberniyasının qazisi Mir Məhəmməd Kərim Mircəfərzadə, Bakının qadın gimnaziyalarından birinin müdiri və kişi gimnaziyalarından birinin direktoru, 2 nəfər fəxri şəhər müsəlmanı, Həsən bəy Zərdabi, Nəcəb bəy Vəzirov, Əlmərdan bəy Topçubaşov daxil idi. Direktor Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım idi. Məktəbin önəmli pedaqoqları Rəhilə xanım Teregulova, Məryəm xanım Sulikeviç, Adilə xanım Şaxtaxtinskaya, Gülbahar xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım Əfəndizadə, Mina xanım Aslanova, Gövhər xanım Qaziyeva, Nabat xanım Nərimanova, Şəhrabanu xanım Şabanova və ilk qadın dramaturq yazıcı Səkinə xanım Axundzadə idi. Tədris proqramına isə Azərbaycan və rus dili, hesab, tarix, coğrafiya, təbiətşünaslıq, hüsnxətt, nəğmə, musiqi, etika, anatomiya, tibbin əsasları və şəriət daxil idi. Dilqə Məhəmmədin kolleksiyasında Tağıyevin qızlar məktəbində dərs deyən 3 qadına, Nabat Nərimanovaya, Şəhrabanu Şabanovaya və Adilə Şaxtaxtinskaya aid bir neçə foto var. Nabat Nərimanova 1890-cı ildə Tiflisdən anadan olub. 1901-1906-cı illərdə Tağıyevin qız məktəbində təhsil alıb, məktəbin dram dərnəyinin üzvü olub. Tamaşalarda fəal iştirak edib. Tiflis və Bakıda müəllim işlədikdən sonra Qənizadənin təklifi ilə Bakı Rus Gimnaziyasına imtahan verib, müəllimlik hüququ qazanıb. Sonra Tağıyevin qız məktəbinə müəllim kimi dəvət olunub. Burada Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyib. Eyni zamanda mətbu fəaliyyətlə məşğul olub. Sovet dövründə tibb təhsili alıb. 1975-ci ildə Bakıda vəfat edib. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmə imkanın var. Sözdələnə layihənin veb saytından və Ko-fi platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.